Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. İlk olarak teşekkür edirik ev sahibine, Allah razı olsun. Sonra burada olan kardeşlere hamsına, Allah her birinizden razı olsun. Bu günləri özümə və sizlərə qısa bir tövsiyə etmək istəyirəm. Bir məsələni xatırlatmaq istəyirəm. Xatırlatmaq həqiqətən möminlərə fayda verir. Necə ki Allah Subhanahu wa Taala buyurur ki: "Və-zəkkir fe-inne zikra tenfa'ul mu'minin." Sən xatırlat, çünki xatırlatmaq möminlərə fayda verir. Həqiqətən əzəmətli bir məsələni istəyirəm ki, xatırladam. Allah Subhanahu wa Taala bizim üçün faydalı etsin. Allah'a dua etmək. Allah Subhanahu Taala'ya dua etmək. Dua mövzusu elə bir mövzudur ki, dua ibadət. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Əd-dua huvel-ibadə. Dua ibadətdir. Başqa bir hədis var, o zəif hədisdir. Dua muxul-ibadə. Yəni dua ibadətin beynidir. Bu zəif hədis. Sahih olan odur ki, dua özü ibadətdir. Bunu hardan alırıq? Yəni Allah Resulü Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, dua huvel-ibadə. Dua ibadətdir. Allah Subhanahu Teala Kur'an-ı Kerim'də buyurur ki: "Və qâle rabbukum ud'ûni estecib lekum." Rabbiniz dedi ki, mənə dua edin, sizə cavab qaytaracağım. "İnnellezîne yestekbirûne an ibadeti seyedhulûne cehenneme dâhirin." Bu duanı, bu ibadəti özlərinə sığışdırmayanlar və yaxud təkəbbürü göstərənlər cəhənnəmə daxil olacaqlar, Allah korusun. Fikir verdiniz ayətdə Allah Subhanahu Teala buyurur ki: "Və qâle rabbukum ud'ûni estecib lekum." Rabbiniz dedi, mənə dua edin, sizə cavab qaytaracağım. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, dua huvel-ibadə. Kur'an-ı Kerim'də bir ayə var. El-Bəqara surəsində. Allah Subhanahu Teala buyurur ki: "Və izə səələkə ibadi anni fe inni qarib." Bu ayetin üzərində biraz dayanmaq istəyirəm. Bütün sual ayətlərində, Kur'an-ı Kerim'də bütün sual ayətlərində hamısında de ki kəlməsi var. Yəni qul. Yəni hər hansı bir əhkamı soruşanda Allah Resulü sallallahu aleyhi ve sellem'dən Allah Subhanahu Teala buyurur ki, de ki bu soruşduğunuz sualın cavabıdır. Misal üçün yes'elûneke anil enfal, səndən qənimətlər haqqında soruşurlar. Allah Subhanahu Teala deyir, qul, de ki qənimətlər Allah'a və Resuluna aiddir. Və yes'elûneke anil əhillə və yes'elûneke anil ruh, səndən aylar haqqında, həcc ayları haqqında, ruh haqqında, yes'elûneke anil məhid, qadınların xəstəlikləri haqqında. Bütün ayətlərin hamısında nə var? De ki var. Diqqət olaq. Yeganə bu ayətdir ki, Allah Subhanahu Teala buyurur ki: "Və izə səələkə ibadi anni fe inni qarib." Qullarım məni səndən soruşur, mən onlara yaxınam. Görürsünüz? Elm əhli deyir ki, yəni Allah Subhanahu Teala Muhammedi sallallahu aleyhi ve sellem'i arada vasitə qoymadı. Dua məsələsində. Demədi ki, qul fe inni qarib. Görürsünüz? Dedi ki, Allah Subhanahu Teala qullarım məni səndən soruşur, mən onlara yaxınam. Sonra şərt gəlir. Ucibu davətə da'i idə da'in. Yəni, mənə dua edənin, mənə yalvaranın duasını yalvardığı zaman cavab qaytararam. İkinci şərt, üçüncü şərt nədir? Ləalləhum yarşudun. Onlar bununla bəlkə doğru yola yönələrlər. Dedik ki, bütün sual ayətlərində nə var? Qul var. Allah Subhanahu Teala de ki, bütün sual ayətlərində, Subhanallah, Kur'an-ı Kerim'də baxın, hamısında. Hər hansı bir söz soruşulub, sual kimi gələndə, seyğa deyirlər buna ərəbində, sual seyğasında, Allah Subhanahu Teala orada Peyğəmbər sallallahu aleyhi ve sellem'i deyib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem'i bu cürə izah elə. Bir dənə duadan başqa. Fikir verirsiniz. Yəni, dua edərkən Allahla öz aranda heç kimi salma. Əllərini qalxız Allaha, Subhanahu Teala'ya dua elə, Allahdan sizə. Bil ki, sənin duanı Allah Subhanahu Teala qəbul edir. Bu dua haqqında olan bir məlumat. İndi istəyirəm ki, duanın ədəblərini öyrənək. Biz bildik ki, dua edəndə tək olan Allaha, Subhanahu Teala'ya və arada heç bir vasitəsi olmamaq şərti ilə Allah da bunu bu cürə əmr edib, Subhanahu Teala. Şəriətdə də bu cür nədir?
Yaxşı, nə cürlə dua etməliyik? Yəni, duanın ədəbləri var da. Duanın ədəbləri. Dua edərkən ən birincisi Allahı tərif etmək. Allahın şəninə təriflə demək. Subhanahu teala. Şübhəsiz ki, biz nə qədər istəsək ki, Allahı tərifləyək, Rəbbimizi bacarmarıq. Allah özü özünü tərif etdiyi kimi. Allah özü özünü tərif etdiyi kimi Allahı tərif etmək. Yadıma gəlir bir dəfə bir məqalədə keçirdi ki, yer üzündə olan bütün məxluqat tərif edə biləcəklər yəni. Yəni, hansı ki, mələklər, insanlar, mömin cinlər, bütün məxluqat istəsələr ki, Allahı tərif etsinlər, hamı bir araya gəlsə, hamısı bütün məxluqat. Məsəl üçün, mələklər tərifləyəcəklər, insanlar, cinlər. O tərif edə biləcək bütün məxluqat bir araya gəlsələr, başlasalar bütün təriflərini, oradan başlayır tərif. Yəni, qutarmır, oradan başlayır tərif. Bütün insanlar, cinlər, mələklər, hamısı Allahı tərif edirlər. Tərif hələ başlayır oradan. Görün, Allah Subhanahu teala nə qədər tərifə layiqdir, Subhanahu teala. Ona görə nədir? Birinci, Allahı tərif etmək. Birinci, Allahı tərif etmək. Duanın ədəblərindəndir. Demək ki, Allahın bildiyim və bilmədiyim adlarla səni çağırıram. Sənin Rasulun sallallahu aleyhi ve sellem səni nə cür çağırıbsa, biz də o cürlə çağırırıq. Səni nə cür tərif edibsə, biz də o cürlə tərif edirik. Sallallahu aleyhi ve sellem. Sonra ikinci ədəbi, duanın birinci ədəbi nə idi? Allahı tərif etmək. İkinci ədəbi, Peyğəmbərə sallallahu aleyhi ve sellemə salavat demək. Sallallahu aleyhi ve sellem. Peyğəmbərə sallallahu aleyhi ve sellemə salavat demək. Yəni, kamil şəkildə. Bütün peyğəmbərlərə, həmçinin bizim peyğəmbərimizə, Muhammedə sallallahu aleyhi ve sellemə. Üçüncü ədəbi, günahları etiraf etmək. Günahları etiraf etmək. Günahların da etirafı nə cür olur? Dillə, əzalarla. Bildirirsən ki, Allah, mən günahkar qulam. Subhanallah, günahlar o qədər olur ki, arada insan unudur. Heç unudursan dua eləməkdir. Baxın, günahlar insana ağırlıq verir. İnsan həqiqətən ağır olur. Dua etməyə də müvəffəq olmursan. Bir də görsən, günahlar edirsən, istiğfar etməyə müvəffəq olmursan. Yaxşı əməllər etməyə müvəffəq olmursan. Hamısının başında dayanan nədir? Günahlardır. Həmin bu günahları etiraf etmək lazım. Allah'a ki, Allah'ım, bağışla. Halımı səndən başqa bilən yoxdur. Mənə yardım et. Elə günahlar var ki, baxın, incə məqamlar var. Vallahi həmin o günahları doğma anana belə, evində zövcənə belə deyə bilmirsən. Hamımız bəşərikdə, düzdür? Ya, ən yaxınlarına belə deyə bilmirsən. Amma sən səcdədə olarkən onu Allah'a etiraf edirsən. Bilirsən ki, Allah Subhanahu teala bunu bilir. Allah'a desən ki, Allah'ım, gizlət bu günahları mənim üçün. Allah'ım, bunları sənə etiraf edirəm. Səcdədə olarsan, Allah'a dua edirsən. O qədər səcdədə dayan ki, qəlbin yumuşalsın, gözlərin yaşarsın. Görsən ki, məqam gəldi, o yerə çatdı, qəlbin yumuşalıb artıq, gözlərin yaşarıb Allah'a etiraf elə günahları. De ki, Allah'ım, gizlət günahlarımı. Allah'ım, sənə qarşı üsyan etmişəm, filan günah etmişəm, filan günah etmişəm, filan günah. Bunları mənə görə keç. Və bu cür olanda Allah Subhanahu sənə rəhm edir. Sənin üçün başqa qapılar açılır. Amma günahlara etiraf eləməyəndə, günahlarla gəzəndə həmişə Allah qorusun. Təhlükəli haldır. Günahlar insanların həyatlarını qarardır, subhanallah. Yəni, gedişatı pozur. Sonra dördüncü də nə idi? Özünün istəklərini Allaha istəmək, ərz etmək. Birincisi, Allaha tərif etmək. İkincisi, Peyğəmbərə sallallahu aleyhi ve sellemə salavat demək. Üçüncüsü, günahları etiraf etmək. Dördüncüsü nədir? Özün istəklərini, hər hansı bir istəyin varsa, onları Allahdan istəyirsən. Nə qədər ehtiyaclarımız var. Subhanallah. Nə qədər ehtiyaclarımız var. Səhərdən axşama kimi ehtiyaclarımızı saysaq, dəftər ruska yazsaq, nə qədər ehtiyaclarımız var? Yüzlərlə, minlərlə. Vallahi, elə məqamlar olur ki, subhanallah, heç nə sən orada kömək elə bilmir. Nə mal, nə var dövlət, nə oğul, nə uşaq. Nə Allaha dua edirsən, subhanahu teala, ehtiyacını Allaha ərz edirsən. Nə qədər ehtiyaclarımız var. Hətta ehtiyacımız olmasa belə, nə qədər bizə lazım olan şeylər var. Allah subhanahu teala bizə o qədər nemətlər verib ki, saymaqla sayıb qutarmaq olmaz. Necə ki, Allah subhanahu teala Quranda buyurur, siz Allahın nemətlərini saymaq istəsəz, sayıb bitirə bilməzsiniz.
Sizə bir dənəsini deyəcəm. İnşallah bununla da yekunlaşdıracağım. Süleyman müəllim sonra bizi faydalandır. Allah ondan razı olsun. İbn Qayyim rahimehullah deyir ki, Allahın deyir qula olan yaxşılığı. İbn Qayyim rahimehullah deyir ki, Allahın qula olan yaxşılığı. Deyir ki, bir dəqiqəlik və yaxud bir anlıq deyir, qul deyir, bilsə ki, Allah ona nə qədər şeyləri gizlidə yaxşılıqlar edir. İnsan xəbəri yoxdur. Bir dəqiqəlik deyir, ona agah olsa deyir, sevincindən deyir, ürək partlayar. Subhanallah. Vallahi, sevincindən ürək partlayar. Allah bizə nə qədər yaxşılıqlar edir. Subhanahu wa ta'ala. Biz hamımız evimizdən çıxırıq, düzdür. Allah bütün evlatları qorusun. Bütün müsəlmanların evlatlarını. Evimizdə balaca uşaqlarımız qalır. 3 yaşında, 4 yaşında, 5 yaşında, 2 yaşında. Evdən çıxırıq. Axşama kimi nə qədər proseslər olur. Yıxıla bilər, çaynik tökülə bilər, nə bilim, qazda yana bilər. Min cür şey ola bilər, düzdür. Allah hamısını Subhanahu ta'ala idarə edir. Allah hamısını qoruyur. Otur bir fikirləşsə ki, məsələn, kuxunuya keçərdi, orada nəsə olardı, nə bilim, buradan nəsə düşərdi, başına bir şey olardı. Bu şey baş verərdi. Allah hamısını qoruyur Subhanahu ta'ala. Fikirləşsiniz, hamısını Allah Subhanahu ta'ala qoruyur. Həmin insanın deyir ki, sevincindən də ürək partlayır, Subhanallah. Allahın bizə nə qədər yaxşılıqları var, Subhanahu ta'ala. Ona görə bütün ehtiyaclarımızı gərək Allaha ərz edək. Bütün istəklərimizi. Sahabələr radiyallahu anhum, hətta belə duzlarını belə, evdə duzları qutaranda Allahdan istəyirlər. Allahdan istəmək lazımdır və yəqin şəkildə. Çox vaxt günahlar mane olur. Dua eləyirsən, qəlbin başqa yerdə olur. Özün dodaqların nəsə deyir. Dilin nəsə deyir, amma qəlbin başqa yerdə. Yəqin şəkildə bil ki, Allah sənə verəcək. Allah xəbər verib. Və qalə rabbukum ud'uni əstəcib ləkum. Rəbbiniz dedi, mənə dua edin, sizə cavab qaytaracağım. Bununla belə. Yəni, deyirsən ki, səcdələrində əllərini qalxsın. Allahım, sən kitabında demirsən ki, biz sənə dua edək, sən bizə cavab qaytaracaqsın. Biz ona görə sənə dua edirik, ya Rab. Belə yəqin şəkildə olanda Allah Subhanahu ta'ala dualara cavab qaytaracaq. Allahdan dilərəm ki, Allah eşitdiklərimizi bizim üçün faydalı etsin. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə əntə, əstəğfiruka və etûbu ileyk.